Bu bir onlayn oyundur. İştirakçılardan tələb olunur ki, 50 gün ərzində 50 tapşırığı yerinə yetirsinlər. Gecə oyan, qorxulu film izlə kimi sadə tapşırıqlar getdikcə daha ağır, təhlükəliləri ilə əvəzlənir. Zorakılıq və psixoloji təzyiq yaradır. 2015-ci ildə Yelena adlı qızın intiharı Rusiyada VKontakte platformasında müzakirə edilməyə başladı. İddialara görə oyun da belə yarandı, amma başqa versiyalar da mövcuddur. Səbəbindən asılı olmayaraq indi Mavi balina dünyada xeyli yeniyetmənin intiharına səbəb olur. Bəzi versiyalara görə balinalar özlərini sahilə vurub ölə bildiklərinə görə oyunun adı məhz belə seçilib. Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu 2017-ci ildə Mavi balina oyunundan qorunmaq barədə tövsiyələr yayımlayıb. Uşaqları bu oyun barədə məlumatlandırmaq, onlarla ünsiyyət vacibdir. Övladlarımızın hansı saytlara daxil olduğunu bilməliyik. İnternetə girişin ailə ilə paylaşılan ortaq sahədəki kompüter vasitəsilə olması təmin edilməlidir. Tövsiyə edilir ki, uşağın ruhi vəziyyətində dəyişikliklər zamanı diqqətli olmalı, oxuma həvəssizliyi sezdikdə sayıq davranmalıyıq. Əgər övladınızın Mavi balina oyununu oynadığını aşkar etsəniz, dərhal bütün elektron cihazlardan internetə girişi dayandırın, polisə xəbər verin.